Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibəti ilə silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Aksiya həm qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın, həm də vətənə olan sevgi və qayğının bariz nümunəsi kimi həyata keçirilib. Tədbirdən öncə Hacı Zeynalabdin qəsəbəsində yerləşən Şəhidlər Parkında şəhidlərin abidəsi önünə gül dəstələri düzüb, vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyasına start verilib. Tədbirdə şəhid ailələri, millət vəkili Elnarə Akimova, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, qəsəbə sakinləri fəal iştirak edib. Onlar tərəfindən ərazidə yeni ağaclar əkilib, əkilən ağacların dibləri bellənib, suvarma işləri aparılıb. Aksiya təkcə bir ekoloji təşəbbüs kimi deyil, həm də birliyin, həmrəyliyin və vətənə bağlılığın təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. Əkilən hər bir ağac torpağımızı qorumağın, gələcək nəsillərə daha yaşıl, sağlam bir mühit bəxş etməyin rəmzi kimi dəyərləndirilib. Tədbir iştirakçıları vurğulayıblar ki, Zəfər günü xalqımızın qəhrəmanlıq səlnaməsidir və bu günün qeyd olunması təkcə bir tarixə hörmət deyil, həm də gələcəyə ümid, təbiətə və vətənə sevgimizin ifadəsidir. Qəsəbə ərazisində həyata keçirilən bu abadlıq və yaşıllaşdırma tədbirləri Hacı Zeynalabdin qəsəbəsinin simasının daha da gözəlləşməsinə, sakinlərin rahat və sağlam mühitdə yaşamasına xidmət edir. Zəfərimizin 5-ci il dönümündə keçirilən ağacəkmə aksiyası həm şəhidlərin xatirəsinə ehtiramın, həm də vətən torpağına bağlılığın rəmzi kimi yadda qalıb. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.